سلام على Allahümme salli ala Muhammed ve ali Muhammed. Öz salamatçılığınıza, ölenlerinizin ruhunun şadlığına, valideynlerinizin, hakkı boynunuzda olanların salamatçılığına, Kərbəla şəhidlərinin ruhunun şadlığına, Muhammed Ali Muhammed'e ucalı salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecehum. Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasiri ve mu'in ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed. واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا مهجهم دون الحسين عليه السلام. Aziz azadarlar, aziz kardeşler, Allah Teala hamınızdan bu əzadarlıq məclisini ali dərəcədə qəbul eləsin. Adlarınızı İmam Hüseyin əleyhissalamın əzadarları sırasında yazsın inşallah. Bu məclisləri Əhl-i Beyt cəmiyyəti başda olmaqla Gürcüstanımızın bölgələrində, kəndlərdə, şəhərlərdə yüzlərlə məclislər keçir. Dünyanın çox yerlərində, demək olar bütün qitələrində bu məclislər keçir. Allah Teala hamısını öz böyüklüyünə xatir ali dərəcədə qəbul eləsin və onların məclislərini qəbul olunmuş məclislərdən qərar versin inşallah. İmam Hüseyin əleyhissalam Məkkədən Zilhiccə ayının 8-də həccini yarımsıq qoydu. Zilhiccə ayının 8-də hərəkət elədi karvanı ilə Küfəyə tərəf. Tarixçilər yazırlar ki, Əli əleyhissalam, İmam Hüseyin əleyhissalam 24 gün ərzində gəldi Kərbəla çölünə çatdı. Coğrafi cəhətdən ölçüləndə təqribən 1440 kilometrə yaxın məsafə eləyir Məkkədən Kərbəla çölünə. Yəni 1440 kilometr məsafəni İmam Hüseyin əleyhissalam 24 gün ərzində çox böyük sürətlə yüzlərlə dəvə, at, ərzaq, qadınlar, uşaqlar, əshabı, qohumları ilə birlikdə böyük bir karvanla gəldi Kərbəla çölünə çatdı. Yolda Zubaliyə deyilən bir məntəqə var idi, bir mənzil var idi. O vaxt belə idi. Hər 25-30 kilometrdən bir mənzil qurulardı və bu mənzillərdə insanlar 30 kilometr gedəndən sonra dayanardılar, istirahət eləyərdilər, namazlarını qılardılar, yeməklərini yeyərdilər, dincələrdilər, növbəti mənzilə çıxardılar. Hər 30 kilometrdən bir, təqribən 25-30 kilometrdən bir mənzillər vardı. Keçmişdə bu cür idi. Karvansalar vardı, orada şərait olardı, quyu olardı, sudan istifadə eləmək üçün, dəstəmaz almaq üçün. İmam Hüseyin əleyhissalam bu mənzilləri çox sürətlə keçə-keçə, bəzən 2 mənzili bir günə gedərdilər. Yəni 50-60 kilometr yol gedərdilər bir günə. Ərbəyində olan əziz qardaşlar bilirlər ki, yəni bu nə qədər çətin bir şeydir. Bir gündə 50-60 kilometr yol gedəsən, özü də böyük bir kərvanla, xırda uşaqlarla, qadınlarla, yəni bu çox böyük bir məşəqqət, zəhmət tələb edən bir işdir. İmam Hüseyin əleyhissalam tələsirdi, Küfəyə tələsirdi. Gəldi, təbiidir ki, hadisələri bilirsiniz, Küfəyə buraxmadılar.
Hurr ibn Yazid İmam Hüseynin qarşısını kəsdi, onu yönəltdi. Kərbəla çölü Küfədən hardasa 80-90 kilometr məsafədə daha şimaladır. Yəni əslində İmam Hüseyin əleyhissalam elə bil Kərbəladan 80 kilometrdə daha uzağa getdi. Və gəldi Kərbəla çölündə yerləşdi. Tarixçilər deyirlər ki, 60.000 dirhəm gümüş pul verdi. Bəni Əsəd qəbiləsindən Kərbəla çölünü pulla aldı İmam Hüseyin əleyhissalam. Əziz bacılardan xahiş edirik, biraz lütfən o uşaqları sakitləşdirəsiniz, bir salavat ehsan edin. Allahümmə salli ala Muhammed və Mən mövzunu bir başqa tərəfə yönəldəcəm. Sadəcə olaraq bu bir giriş idi. Böyük əhl-i sünnət alimlərindən, tarixçilərindəndir. Ən qədim tarixçilərdəndir. İslam tarixinin hicri qəməri tarixlə 238-ci ildə vəfat edib. Yəni Abbasilər zamanında 1200 il yaşı var bu kitabın. Kitabın adı Əxbarut Tivaldır. Əxbarut Tival Dinəvərinin ən qədim tarix kitablarındandır. İslamda məsələn çoxlu tarix kitabları var. Təbərinin, İbn Əsirdir, Məsudidir. Dinəvərinin Əxbarut Tivalı bunların hamısından qədimdir. Yəni Peyğəmbərimizdən 238 il sonra yazılıb. Abbasi xəlifələrinin vaxtında yazılıbdır. O kitabında deyir, bilirsiniz Məhərrəm ayının İmam Hüseyin əleyhissalam birində daxil olmayıbdır Kərbala çölünə, ikisində daxil olub əslində. Sadəcə olaraq, simbolik olaraq biz bu 10 günü müsibət günləri kimi keçiririk. Elə Dinəvəri də yazır öz kitabında ki, Mühərrəm ayının ikisində İmam Hüseyin əleyhissalam Kərbala çölünə daxil oldu. Karvanları yükünü boşaltdılar, çadırlar quruldu, xeymələr quruldu. İmam Hüseyin əleyhissalam bu yol boyu çoxlu çıxışlar edib, çoxlu söhbətlər edib. Məşhur çıxışlarından biri budur ki, Əxbarut Tivalda da bunu Dinəvəri nəql edir. Çox mühüm bir çıxışlardan biridir. İmam Hüseyin əleyhissalamın burada mən ikicə cümləsini deyəcəm. Bu, demək olar, dünyada gedən, o zamanda gedən çox hadisələrin və İmam Hüseyin əleyhissalam başına gələn bu müsibətləri bu elə iki cümlə əhatə eləyir ki, İmam Hüseyin əleyhissalam başına gələn bu müsibət niyə baş verdi? Hansı səbəblərə baş verdi? Onun köklərini izah edir bu kitabda. Məşhur kəlam budur. İmam Hüseyin əleyhissalam buyurdu: Ən-nasu əbidud dünya. İnsanlar, bəzi insanlar da təbiidir, burada hamını demək olmaz. İmam Hüseyin əleyhissalamın da nəzərində hamı deyildi. Ən-nasu əbidud dünya. İnsanlar dünyanın əsiridirlər. Yəni, dünyanın məhəbbəti insanların qəlbində o qədər yer tapıb özünə ki, dünya özünə əsir eləyib insanı. Dünyanın məhəbbəti, dünyanın malı. Və davamında İmam Hüseyin ağa buyurur: Və din laiqun ala əlsinətihim. Din isə onların eləcə ağızlarında, dillərində dolanan bir dənə sözə çevrilibdir. Yəni, əslində bunların dini yoxdur. Sadəcə olaraq dindar kimi görünürlər. Namaz qılırlar, namazları namaz deyil. Oruç tuturlar, oruçları oruç deyil. Qəbul olmayan oruçdur. Heç bir əməlləri Allah dərgahında qəbul deyil. Yəni, bunların dinləri sadəcə olaraq dillərində dolanan bir dənə bir oyuncaq kimi, bir dənə belə bir mənasız bir sözə çevrilibdir. Və İmam Hüseyin əleyhissalamın qatilləri həmən bu adamlar idi. İmam Hüseyin əleyhissalamın Kərbalada başına gələnlər bu insanların ücbatından baş verdi. O insanlar ki, onlar dünyanın qulu idilər və dinləri onların dillərində sadəcə olaraq sözdən başqa bir şey deyil. Dinləri yox idi. Dindar görünürdülər, amma dinləri yox idi. İmam Cəfər Sadiq əleyhissalamın çox gözəl, məşhur kəlamlarından biri, rivayətlərindən biri budur ki, İmam Sadiq ağa buyurur ki,
dünya məhəbbətində bütün günahlara baxsaq, bütün günahların kökü 6 dənə məsələdədir. 6 dənə kökü var. Bütün günahların, zülümlərin, haqsızlıqların hamısının kökündə 6 dənə məsələ durur. Onun birincisi İmam Sadiq ağa nə buyurur? Eyni ilə İmam Hüseyin əleyhissalamın buyurduğunun təsdiqidir. Hubbud dünya, dünya məhəbbəti. Əzizlər, dünya məhəbbəti deyəndə təbiidir ki, artıq mömin qardaşlar görürəm burada çoxdular, bilirlər İslam marifində dünya məhəbbəti deyiləndə Ayətullah Cavadi Amilinin çox gözəl bir kəlamı var. Buyurur ki, dünya deyəndə burada Allah Teala ağacı nəzərdə tutmur, hədisdə belə deyək də, ağac nəzərdə tutmur, ev nəzərdə tutmur, minik nəzərdə tutulmur. Dünya deyəndə, yəni dünyanın məhəbbəti nəzərdə tutulur. Yəni insanın dünyaya bağlanmağı bu pislənilir. Yoxsa biz hacıların duası var da Quran-ı Kərimdə biz qunutda oxuyuruq, məşhur qunut duasıdır da o hacıların duasıdır. Həcdə olanların duasıdır. Rabbena atina fid dunya haseneten ve fil ahireti hasene. Məşhur qunut duasıdır. Qur'anın əslində İslam mədəniyyətində göstərdiyi həqiqət budur. Dünya haqqında. Nədir? Rabbena atina fid dunya haseneten. Pərverdiyara bizə dünyada həsənat ver, əta elə. Yaxşılıq əta elə. Demir səyyiat, həsənat. Və fil ahirəti həsənə. Və ahirətdə də bizə yaxşılıqlar əta elə. Yəni dünyada yaxşılıqlar istəmək lazımdır Allahdan. Sadəcə olaraq o yaxşılıqlara bağlanmaq lazımdır. Allah ruhunu şad eləsin. Böyük əxlaq alimlərindən biri Molla Mehdi Nəraqinin bir məşhur hadisəsi var, onu eşidirsiniz. Mən çox o mövzunu danışmayacağım. Orada onun bir dərvişlə bir söhbəti var. Dərviş bunun evini, bu çox imkanlı bir adam olubdur. Bunun evini eşiyini görəndə belə bildi ki, bu dünyaya bağlanmış bir adamdır. O dərvişə bir söz deyir orada. Deyir ki, mən o evdəki mal-qaranın ipini evdəki ağaca bağlamışam, qəlbimə bağlamamışam. Mənim doğrudur çox sərvətim var. Amma o sərvətin məhəbbətini mən qəlbimə bağlamamışam. Oradakı mıxçalara bağlamışam. Mühüm budur. İslam dini yəni bunu vurğuluyur ki, insan dünyaya bağlanmasın. Amma İmam Cəfər Sadiq əleyhissalam bizim imamlarımızın içərisində ən varlılarından olub. İmam Sadiq əleyhissalamın Mədinədə çox böyük sərvəti var idi. Mədinənin ən varlı adamlarından biri sayılırdı. Böyük torpaqları var idi, bağları var idi, quyuları, suları var idi, başqa sərvətləri var idi. Gələni əli boş qaytarmırdı. Amma İmam Sadiq əleyhissalamın qəlbi o mala bağlı deyil idi. İmam Həsən əleyhissalam 3 dəfə öz sərvətini paylayıb. İmam Hüseyin əleyhissalam Kərbalaya gələndə Kərbala çölünü 60.000 dirhəm verdi, aldı. 60.000 böyük bir miqdar idi. Sonra Bəni Əsəd qəbiləsindən aldı. Tarixçilər deyirlər ki, sonra harca bir 15.000, 20.000-ə qədər yenə dirhəm əlavə elədi. O Kərbala çölünü biraz da ərazisindən geniş, daha geniş ərazidən yenə aldı. Yəni, bu pul var idi ki, alırdı. İmam Hüseyin əleyhissalamın özü çox imkanlı idi. Yəni, bunu düz başa düşmək lazımdır. İslam dini sərvətli olmaqla mübarizə aparmır. İslam dini dünya malına bağlanmaqla mübarizə aparır. Həzrəti Süleyman Peyğəmbər aleyhissalam, Süleyman Peyğəmbər idi. Amma Süleyman Peyğəmbər heç vaxt demirdi, mənim varım dövlətim. Deyirdi, Hâzâ min fəzli Rabbi, bu mənim Allahımın ətasıdır, fəzlindəndir bunlar. Bu var dövlət, Allahın fəzlidir, lütfüdür. Dünya malına fəxr eləmək olmaz. Amma dünya malı olmağı çox gözəldir. Təmiz insanın əlində, imanlı insanın əlində dünya malının olmağı neymətdir. Amma elə ki, insan gəldi bu dünya malına bağlandı, tarixdə çoxlu örnəklər var buna. Əmras, Ömər Səd, Ubeydullah ibn Ziyad. Ubeydullah ibn Ziyad niyə İmam Hüseyni şəhid elədi?
Dünya malla məhəbbəti var idi ona görə. Vəzifəyə məhəbbəti var idi ona görə. Hədisin ikinci bəndini sizə deyim. Birinci deməli İmam Sadiq ağanın buyruğundan hubbud dünya, dünya məhəbbəti. İkincisi hubbur riyasə. Hakimiyyət, taxt, taxt eşqi, məhəbbəti. Allah ruhunu şad eləsin. Şeyx Abbas Quminin Muntahul Amal kitabında çox məşhur bir rivayət nəql olunur əzizlər. Mən onu sizin istəyirəm, xidmətinizə ərz eləyəm. Hubbur riyasəyə bir misal olaraq, bir hekayət olaraq. Allah ruhunu şad eləsin, Şeyx Abbas Qumi ağa o kitabında nəql eləyir. Bilirsiniz də, Harun Ər-Rəşid lənətullah Abbasi xəlifələrindən idi. Bunun qəbri Məşhəddə. İmam Rıza əleyhissalamdan qabaq bu cəhənnəmə vasil olub. Heç 50 yaşına çatmamışdı. Bu orada dünyasını dəyişəndə onu indiki Məşhəd şəhərində, indiki İmam Rıza əleyhissalamın hərəmində İmam Rıza əleyhissalamın elə qəbri şərifinin yanında o lənətlik dəfn olunub orada. Qubbətul Haruniyyə deyirlərmiş o vaxt. Bir dənə kümbəzlə tikilmişdi. Əməlli başlı ziyarətgahı var idi da. Oğlu Məmun tikmişdi. Məmun onda Xorasanın valisi idi. Deməli, Harun Ər-Rəşidin iki oğlu olubdu. Birinin adı Əmin idi, birinin adı Məmun idi. Məmun ki, məşhurdur, hamımız bilirik İmam Rıza əleyhissalamla o münasibətlərinə görə. O birisi qardaşının adı Əmin idi. Elə ki, Harun Ər-Rəşid Məşhəddə dünyasını dəyişdi, orada dəfn oldu. Oğlu Əmin Bağdadda atasının yerinə xəlifə oldu. Amma Məmunla Əminin fərqi var idi. Əmin çox əyyaş, çox pozğun bir adam idi. Məmun isə çox hiləgər, eyni zamanda çox savadlı, şəriəti bilən, bir çox elmlərdən agah olan bir adam idi. Məmun böyük bir qoşun topladı. Xorasandan yürüş elədi, gəldi, Bağdadda qardaşı Əmini öldürdü. Hubbur riyasəyə misal gətirirəm ha bunu. İmam Sadiq ağa ki buyurur, hubbur riyasə, vəzifə həvəsi. Gəldi, qardaşını öldürdü. Qardaşının başını bir hündür bir yerə qoydu, uca bir yerə. Bütün Bağdadın ətrafın əhalisinə dedi, kim gəldi bu başa lənət oxudu, ona mükafat verəcəm. Öz qardaşının başına. Bütün ətrafda cəmaat, Bağdadın cəmaatı, ətraf hillə, nə bilim, başqa yerlərin əhalisi gəlirdilər. Əminin başını bir teştin içinə qoyulmuşdu. Gəlirdilər, Əminin üzünə baxırdılar, lənət oxuyurdular. Məmun oturmuşdu taxtında, Məmun onlara hədiyə verirdi. Qızıl verirdi, hədiyə verirdi, yola salırdı. Qardaşına lənət oxuyanlara. Çox maraqlı bir hadisə olub burada. Bir nəfər nabələd bir adam da gəldi, dedi, burada nə olub? Dedi, heç nə, bu başa kim lənət oxudu, xəlifə orada pul verir. Bu da bilmədi, avam adam idi, bilmədi xəlifənin qardaşıdır. Gəldi, belə başa baxdı, getdi, Məmunun yanında dedi, Allah bunun atasına lənət eləsin, özünə lənət eləsin, qardaşına lənət eləsin, dəndə bunu tutdular. Dedilər, sən kimə lənət oxuyursan? Bu elə bunun qardaşıdır, Məmun, özünə lənət oxu. Dedi, vallah, bilmədim, bağışlayır, Məmuna dedi, mən bilmədim, mən elə dedilər, lənət oxu, mən bir cahil adamam. Yəni, belə bir, bu nə deməkdir? Təsəvvür eləyin ki, insan hakimiyyətdən ötürü öz qardaşını öldürür və qardaşı üçün böyük bir tədbir tökür. Minlərlə insan gəlir, ona lənət oxudur. Öz qardaşının başını qoyub, ona lənət oxudur. Bu hubbur riyasədir. Yəni, bir insanın qəlbində bu hakim olsa, nə eləyər? Qardaşını da öldürər, Allahın yer üzündə olan imamını da zəhərləyər, öldürər. Ki, İmam Rıza əleyhissalamı bir üzümlə zəhərlədi, şəhid elədi. Yəni, vəzifə həvəsi, vəzifə məhəbbəti insanı bu günə qoyar. Burada bir dənə mövzu da deyim, bu hekayəni də deyim və hədisi tez nəql eləyib, biraz ixtisarla inşallah çıxışımı tamamlayacağım. Bir hadisə də nəql eləyək, bu tarixdə çox maraqlı bir hadisələrdən biri olub. Əbdülməlik ibn Mərvan xəlifədir. Əməvi xəlifələrindəndir. Yeziddən sonra
Düzdür, oğlu Yezid gəldi, amma onu heç qoymadılar yaşamağa. Ondan sonra gəldi, Mərvan oldu xəlifə. Mərvandan sonra Mərvanın oğlu Əbdülməlik İbn Mərvan oldu. Allahın lənəti olsun bunların hamısına. O Yezdin oğluna hələ lənət deməyək, amma bu birisilərə nəzərdə tuturam. Bu Kufədə oturmuşdu, taxtında oturdu. Mus'ab ibn Zübeyrin başını Məkkədən kəsib gətirmişdilər şeyə. Bilirsiniz də Mus'ab ibn Zübeyr getdi, Kəbədə gizləndi, Məscid-ül Həramda. Əbdülməlik ibn Mərvan qoşun göndərdi, onu öldürdürdü, onun başını gətirdilər Kufiyə. Əbdülməlik Kufədə idi. Gətirdilər, bir dənə teşdə qoydular, düz Əbdülməlikin qabağında. Çox eşitməli bir hadisədir. Bir salavat deyin lütfən. Allahümmə salli ala Muhammed və alə. Başı qoydular. Elə ki baş qoyulanda bir nəfər kişi qalxdı məclisdən. Çoxlu da adam var idi məclisdə. Qalxdı məclisdə, ucadan başladı qışqırmağa. La ilahə illallah, la ilahə illallah. Bu deyəndə Əbdülməlik dedi, la ilahə illallah demədi, yəni elhamdülillah, elhamdülillah. Yəni bu bir dənə düşmənimizi öldürmüşük. Niyə la ilahə illallah deyəsən kişiyə? Kişiyə irad tutdu Əbdülməlik. Kişi dedi, xeyr. Mən dedi, olarsa dedi, məni dedi, sən üzürlü say, bağışla və əgər xatam da olsa məni cəzalandırma, mən deyəcəm nədir səbəbi. Dedi, de. Dedi, ey Əbdülməlik, mən burada, həmən bax bu Darul İmarədə, Kufədə, o bilirsiniz mi, harada olubdur? Darul İmarə harada olub? Kufə məscidini görürsünüz da Kərbalaya gedənlər. O Kufə məscidinin yanında indi yoxdur onun izləri. Uçub gedib dağılıbdır. O Kufə məscidinin elə düz yanında Darul İmarə olub. Həmən Ubeydullah ibn Ziyad, ondan sonrakilər, bütün valilər orada oturarlarmış. Bu söhbət də orada gedirdi. Dedi ki, kişiyə dedilər, niyə sən əlhamdülillah yox, la ilahə illallah deyirsən? Kişi dedi ki, bunun səbəbi var. Dedi, ey Əbdülməlik, mən burada dedi, neçə dənə kəsik baş görmüşəm. Taxtda oturanın qabağında neçə kəsik baş görmüşəm. Bir, Hüseyin ibn Əlinin başını gördüm mən, Ubeydullah ibn Ziyadın qarşısında. Ondan sonra Muxtar Səqəfi gəldi, Ubeydullah ibn Ziyadın başını kəsdi, Ubeydullahın başını gətirdilər, qoydular Muxtarın qarşısına. Bu iki baş. Ondan sonra Mus'ab ibn Zübeyr Muxtar Səqəfini şəhid elədi, başını gətirdilər, Mus'abın qabağına qoydular. Həmən bu Darul İmarədə. İndi dedi, Mus'ab ibn Zübeyrin başı sənin qarşındadır. Bu dördüncü başdır. Mənə dedi, maraqlı odur ki, sənin başını da qoyulacaqım buraya bir gün. Deyəndə bu çox qəzəbləndi. Əbdülməlik çox qəzəbləndi. Ucadan qışqırdı, dedi, Allah dedi, səni öldürsün ki, yəni, o beşincini sən görməyəsən burada. Ona belə qəzəbləndi. Yəni ki, bu dünyanın etibarsızlığı, hakimiyyət üçün bu qədər can atmaq və bunun üçün hər bir günaha, zülmə mürtəkib olamağın insanı hansı cinayətlərə gətirdiyini göstəriciləridir. Üçüncü, İmam Sadiq ağa buyurduğu ki, o insanı bir neçə məhəbbət insanı zülmə aparar, çıxardar. Üçüncüsü, hubbu taamdır. Məşhurdur da, tarixdə var. Məsələn, Muaviyyənin heç vaxt qarnı doymazdı. Gecə, gündüz fikri, zikri, nə pişəcək gün, səhər nə pişəcək, günorta nə pişəcək, axşam nə pişəcək, fikri, zikri qarnı idi. Düz o birisi siyasətlərini yerinə getirirdi, o xəbis siyasətlərini. Amma yəni bunun ən çox gecə beynini, zehnini məşğul edən şeylərdən biri qarnı idi bunun. Gecə, gündüz yeməkdən fikirləşirdi. Ona tarixdə nəql olunur ki, deyir, hər gün bir dənə deyir, körpə dəvə kəsərdilər, gətirədilər, hər gün. Quşun sərçələri ovladarmış, ovçulara sərçələri. Onun beynindən özünə yeməklər hazırladarmış. Yəni, əleyhissalam o nəql eləyir, deyir ki, bir qarın ki, sadə bir yerdə çörək yiyirdi, bir sadə bir arpa çörəyinə, bir xırda bir şeylə yemək yedi, dayandı.
Dedi bir qarın ki, dedi, bu sadə yeməklərlə döyür. Dəyirmi ki, bundan ötürü insan gedib cəhənnəmə düşər? Gedəsən, bahalı, nə bilim, nəsə yeməklər axtarasan, günahlara batasan, dəyirmi, deyir. Bu ki, bu sadə ilə bir tikarpa çörəyindən də doyur bu qarın. Dəyməz ki, bundan ötürü insan gedib cəhənnəmə düşər. Dördüncüsü, hubbun nisa. Bu mövzuda biraz çox uzatmayacağım. Tarixdə çox müharibələr, hansısa qadınların üstünə haram bir münasibətlərdə tarixdə çox hadisələr baş verib ki, özünüz də indi istər müsəlman tarixində, istər qədim tarixlərdə, istər sonraki dövrlərdə, yəni bu əlbəttə haram münasibətdə, yoxsa qadına, ümumiyyətlə Peyğəmbərimizin hədisi var, buyurur ki, həyat yoldaşını sevmək Peyğəmbərlərin əxlaqındandır. Həyat yoldaşını, öz məhrəmini sevmək bu İslamda ən bəyənilən əxlaqi işlərdən biridir. Amma buradakı İmam Sadiq əleyhissalam burada hubbun nisa deyir, mənfi mənada burada şəhvətdən söz gedir. Harama qarşı meyillikdən söz gedir. Ki, tarixdə bilirsiniz, nə qədər insanlar bu şeylərə görə hansı günahlara mürtəkib olublar. Dövlətlər arasında müharibələr olubdur bunun üstündə. 5-ci, hubbun nom. Yatmaq sevir insan. İnsan buraya yatmağa gəlməyib. İnsan buraya yuxulamağa gəlməyib. İnsan buraya, Allah Teala insanı göndərib bura. İnsan kamilləşmək üçün gəlib bura. İnsana bir müddət istirahət eləmək qədərində insana yuxu lazımdır. 6-cısı isə hubbur rahə. Bəzi insanlar var ki, işi gücü dincəlmək, istirahət, hey fikri, məsələn, harasa getmək, nəsə eləmək, vaxt keçirmək, vaxt öldürmək. Fikri insanın zikri bunun üstündədir. Bu da ki, 6-cı bəyənilməyən sevgilərdəndir ki, İmam Sadiq ağa bu mübarək kəlamında buyurubdur. İmam Rıza əleyhissalamın bir dənə mübarək kəlamını da siz əzizlərə oxuyum. İmam Rıza əleyhissalam bu mübarək kəlamda buyurur. Leysa minna men tərəkə dünyahu liddinihi. Deyir, bizdən deyil o kəs ki, dünyasını dininə görə qurban verə, tərk eləyə. Dünyasını dininə görə. Deyək ki, mən dindaram, mən ibadətlə məşğulam, mən daha bu dünya işlərini görmək. İşləməyəcəm, çalışmayacam, nə bilim, dünya işlərinə çox baş qoşmayacam. İmam Rıza əleyhissalam buyurur ki, bizdən deyil bu adam. Və davamında buyurur. Və dinahu lid-dunya. Həmçinin dinini də dünyasına qurban verə. Yəni, dünya işlərinə o qədər başını qata ki, burada dini zərər görər. Bu da deyir, bizdən deyil. Yəni, bu ikisinin arasında insan öz həyatını qurmalıdır, yaşamını qurmalıdır, yaşamalıdır. Əzizlər, 4 dənə həqiqət var. Bu 4 dənə həqiqət insanın aqibətini xeyir eləyər. Birincisi, insan məqsədi tapar. Məqsəd nədir? Məqsəd Allaha qovuşmaqdır, Allahın rizayətini qazanmaqdır. Bizim ibadətimiz, bütün həyatımız, bütün gördüyümüz savab işlər hamısı bunun üçündür. Allahın rizayətini qazanaq, kamilliyə çataq. İkincisi, Allaha tərəf gedən həmən bu yolu müəyyən eləyək. Bu yol bilirsiniz də, Peyğəmbərimiz buyurub ki, məndən sonra 73 yerə bölünəcəksiniz. 73 dənə yolun içərisində o bir dənə həqiqət var, onu tapmaq. Onu tapmağın sadə yolu Peyğəmbərimizin bir dənə kəlamındadır. Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Allahın kitabı və itirətim, əhl-i beytim. Bax, bu o 73-ün içərisində bir dənəni tapmaq üçün ən gözəl bir üslubdur. İkinci deməli budur, yolu tapmaq, Allaha tərəf gedən yolu. Üçüncüsü bu yola çıxmaqdır. Vilayətlə bu yola çıxırsan. Və ən mühümü bunların içində, ən mühümü də budur ki, istiqamət, dayanmaq. İmam Hüseyin əleyhissalam o 24 gün ki, Məkkədən Kərbalaya yol gəldi, orada bir dənə mənzil var idi, adına Zubalə dedilər, məşhur bir mənzil idi. Oraya çatanda İmam Hüseyin əleyhissalama məktub gəldi ki, Müslim ibn Əqili Küfədə şəhid elədilər. Bunu eşidəndə İmam Hüseyin əleyhissalamın yanından yüzlərlə adam çıxmışdı, Məkkədən imamın karvanındaydılar. Bunlar eşidəndə ki,
Müslim İbn Əqili Kərbalada şəhid ediliblər. Bu insanların əksəriyyəti imamdan icazə aldılar, çıxdılar, getdilər. Dedilər, biz getmək istəmirik Kufəyə. Bunun mənası nədir? Mənası budur ki, bu adamların məqsədi, bunlar gördülər, burada ölüm var, burada şəhadət var, burada dünya yoxdur, vəzifə yoxdur. Onlar əslində, deməli, Allahı da tanıyırdılar, yolu da tanımışlar, imamı da tanımışlar. Amma bunların bir dənə səhvi bu idi. Bunların qəlbində dünya məhəbbəti var idi, vəzifə məhəbbəti var idi. O adamlar fikirləşirdilər ki, İmam Hüseyin getsə, oradan da çağırıblar, minlərlə məktub gəlib, İmam orada hakimiyyətə gələcək və biz hamımız vəzifə sahibi olacağıq, böyük sərvətlərə sahib olacağıq, biz dünya qazanacağıq burada. Elə ki, bu xəbər çatdı ki, Müslim İbn Əqil şəhid oldu, bunlar gördülər, yox, burada dünya yoxdur, burada ölüm var, şəhadət var. 72 nəfər qaldı. Qalanı hamısı elə əsas mənzil oydu. Oradan görüb qayıtdılar, getdilər. Və yəqin də ki, çox peşmandılar. 1400 ildir bərzəxdə. O qayıdanlar da oradadır, İmam Hüseyinlə gedənlər də oradadır. Və onlar hərəsi 20-30 il yaşayardılar da ondan sonra nə qədər yaşayasıydılar? 50 il yaşayardılar. Yəni, insan gör nə qədər xoşbəxtçiliyin bir sərhəddində ola, gələ, belə deyək, behiştin qapısının ağzında ola, özünü dünya məhəbbətinlə bədbəxt eləyər. Allah sizləri var eləsin, Allah Taala əzadarlığınızı qəbul eləsin, Allah Taala Peyğəmbər Ali Peyğəmbərə xatir bizi Hüseyni yaşatsın, Hüseyni öldürsün inşallah. Allah Taala ömrümüzə bərəkət versin, malınıza bərəkət versin, nəslinizə bərəkət versin inşallah. Heç vaxtın sizin nəslinizdən, bizim nəslimizdən heç vaxtı Əhl-i Beyt düşmənləri qərar verməsin inşallah. Allah Taala bizim gələcəkdə bizdən sonra min illərlə bizdən törəyəcək övladlarımız, nəvə, nəticələrimiz hamısı İmam Hüseyin aşiq olsunlar inşallah. Allah sizləri var eləsin, öz salamatçılığınıza, valideynlərinizin salamatçılığına, dünyasını dəyişmiş valideynlərinizin ruhunun şadlığına, Əhl-i Beyt xanımlarının Əhl-i Beyt xanımlarının haqqında ayrıca bir niyyət eləyək. Muhammed, Ali Muhammedə ucalı bir salavat deyək. Dəyərli Seyid qardaşımız, dəyərli məddah Seyid Peyman qardaşı dəvət eləyək. Gözəl səsinlə feyziyab eləsin inşallah məclisimizin. Atacan cəşn-i şəhadət qurulub oğluma, heyf ola yoxdur kəfəni ya Hüseyin. Doğranı Bəşrarın əlində bugün Yusifivin pirəhəni ya Hüseyin. Gəl bük əbaya dağılan cismimi, Ali əba eylə məni ya Hüseyin. Qoş məni də 5 nəfərin cəminə, 6 elə pəncitəni ya Hüseyin. Oğul get qanlı meydana, Vəli ahəstə ahəstə. Oğul get qanlı meydana, Vəli ahəstə ahəstə. Məni sal dərdi hicranə, Vəli ahəstə ahəstə. Məni sal dərdi hicranə, Vəli ahəstə ahəstə. Mən hamıdan xahişim budur, İnşallah səsizi qoşun İmam Hüseynin səsinə. Söz belədir ki, oğul, get qanlı meydana, Vəli ahəstə ahəstə. Məni sal dərdi hicranə, Vəli ahəstə ahəstə. Ya Allah,
Oğul git qanlı meydana, Vəli ahəstə, ahəstə de. Oğul git qanlı meydana, Vəli ahəstə, məni sal dərd hicrana, məni sal dərd hicrana, Vəli ahəstə, ahəstə, məni sal dərd hicrana, Vəli ahəstə, ahəstə, vida etdim Rüqəyyə ilə yol üstə, Zeynəbim durdu, töküldü dövrənə, qızlar qəmin zəhranı yandırdı. Xuda hafiz dedin, çıxdın hərəmlər başına vurdu. Gözaltı bax bu tufana, Vəli ahəstə, ahəstə. Görürəm ki, biraz ağır sinəzəndi. Qoy nohəni dəyişim ki, hamı gözəl sinə vursun. Mah-ı Muharrəmdir, hər yerdə olmuş süfrə-i ehsan. Bilməm nə qovqadır, göydə mələklər eyləyir əfqan. Mah-ı Muharrəmdir, hər yerdə olmuş süfrə-i ehsan. Bilməm nə qovqadır, göydə mələklər eyləyir əfqan. Qarə geyib Nuh asman, başlandı göylərdə fəqan Babeyla. Əhli əza sinə zənan, qərqinə vanalə konan Babeyla. Eylir gələn şərhi bəyan, nə zülm edibdi küfiyan Babeyla. Taha bu qəmdə bağrıqan, məhzun idir əhli cinan Babeyla. Məzlum Hüseyn, ətşan Hüseyn, aləm sənə qurban Hüseyn Babeyla. Məzlum ətşan, aləm sənə qurban. Səs ver məzlum Hüseyn, ətşan, aləm Babeyla. Qudrətli pərvər, nigar əvəl-fəz, ey xilqətə şahikar əvəl-fəz. Heydəri yadə saldı dubarə, səndə olan iqtidar əvəl-fəz. Şiri xudanın, şiri dil oğlu, Heydərin oğlu, Heydər əvəl. Əlbi qaldır, Heydərin oğlu, Heydər əvəl. Deyən, Heydərin oğlu, Heydər əvəl. Heydərin oğlu, Heydər əvəl. Mənə bax, diqqət ilə gördülər, Əli Əkbər bir cavandı gəlib meydana. Hamı diqqət ilə baxır, rəcəz deyir, ilahi bu kimdir, belə peyğəmbərə bənzir. Cavanların diqqəti mənə olsun. Baxdılar, gördülər, bir cavandı nurani. Nə peyğəmbərdir, nə o Heydərdir. Nə peyğəmbərdir, nə o Heydərdir. O fəqət bilir, Əli Əkbərdir. O fəqət bilir, Səddinin əmmaməsini başa qoyur, sümmə olub, Sure-i Nur üstə gözəl, əlqeyi bismillah olub.
bilir o fəqət bilir İndi mənə baxır 30 min boşuna deyir məni tanıyın bilirsiniz mən kiməm Mənəm ol şiiri ki nərəm səfi meydanı yıxar Zərbə dəstin dağıdıb aləmi imkanı yıxar İki ənguş dilə xeybər qoparıb gəlsi babam Görüm necə əhsən deyəcəksən Əliyəkbərə bu gecə Əlimi saxla, sözü çatdırım inşallah Amma ucadan əhsən verən Əliyəkbərə Mənəm ol şiiri ki nərəm Səfi meydanı yıxar Zərbə dəstin dağıdıb aləmi imkanı yıxar İki ənguş ilə, iki barmaq ilə Xeybər qoparıb gəlsə babam Mənə gəl pəncə açam oğuzu Süreyyanı yıxar سلام على ساكن الكربلاء سلام على زينة المرتضى سلام عليك ثراب الهدى حسين يا حسين سلام على ساكن الكربلاء سلام على